Bugün biz askus temasına toxunacağıq. Bu son zamanlarda çox aktual və çox təşviş doğuran bir tema olub. Qadınlar screening pap smear üsulu ilə uşaqlıq boyununu yoxlatdıqdan sonra çox tez-tez askus diaqnozu gəlir və xanımlar bundan çox böyük təşvişə düşürlər. Askus nə deməkdir? Askus uşaqlıq boynunun epitelində səthi hüceyrələrin dəyişilmiş forması deməkdir. Amma bu dəyişiklik əsas etibarilə iltihab proseslərinin və yaxud virus daşıyıcılığı nəticəsində əmələ gələn dəyişikliklərdir. Bizim xanımlarımız çox vaxt askus diaqnozunu görəndə çox böyük təşvişə düşürlər. Mən bu askusun mahiyyətini başa salmaq istəyirəm ki, bu seyikli qışanın səthindəki yastı epitel hüceyrələrinin atipik görünüşü deməkdir. Askus diaqnozu gələndən sonra qadınlar mütləq şəkildə insanın papilloma virusu müayinəsindən keçməlidirlər. Çünki bu virus askusu yarada biləcək amillərdən biridir və mütləq kolposkopiya müayinəsindən keçməlidirlər. Çox vaxt xanımlar kolposkopiya müayinəsinə yönləndiriləndə daha artıq narahat olurlar. Düşünürlər ki, orada hər hansı bir xərçəng yönlü dəyişiklik var. Halbuki bu elə deyil. Kolposkopiya pap smear üsulundan fərqli olaraq daha dərin, epitelin dərin qatlarında baş vermiş dəyişiklikləri üzə çıxarır və bu dəyişikliklərin nə dərəcədə həqiqətən də onkoloji yönlü, onkoloji zəmində olduğunu xəbər verir. O yüzden siz əgər askus diaqnozu almışsınızsa və yoxlama zamanı kolposkopiya müayinəsində sizdə çox ciddi dəyişikliklər üzə çıxmayıbsa, böyük ehtimal iltihabın təsirindən əmələ gəlmiş dəyişikliklərdir və bir müddət müalicədən sonra təkrarən pap smear verəndə askus üzə çıxmaya bilər. Yəni bu o qədər də təşviş doğuracaq bir diaqnoz deyil.